miyoma neden olur? Kista neden olur? Səhvlərdən, qınaqdan, bədduadan. O dilində bəddua var mı? Ondan da ola bilir. Bədduanı sən bilmədən edirsən, gözün çıxsın, səni zəlil qal, sənin qanın daşlara dağılsın. Əsəbləşəndə bu söz cümlələr gəlirmi? Kimisə başqalarını bəddualar edirsənmi və yaxud özün bəddua edirsənmi özünə? Bir Allah məni öldürsün, bir Allah məni iş savağa çıxartma. Mən bunu, belə cümlələr var, bunlardan da ola bilir. Bir də qınaqdan da ola bilir. Cəza növüdür də, Quran aydın deyir. Sizin başınıza gələn müsibət, bu miyoma, bu kista, bu xəstəliklər, uğursuzluqlar, qəza, bəla sizin öz səhvlərinizdən doğulan cəzalardır. Aydın yazır Quran bunu. Bunu bir dənə Allah Teala lütf edib ki, din xadimi bunu yeritsin insanların fikrinə ki, insanlar çəkinsin. Var mı? Yox. Namaz qıl, dua oxu, namaz qıl, dua oxu. Hara apardı namaz? 44 yaşı var idi uşaq, namaz qılırdı, hara apardı? Üstümüzü təpəmizdən çıxartdı. Məsləhətin eşqi. Bu səhvlərdən doğulur. Ya barışmamaqdan, ya bağışlamamaqdan, ya birinin qəlbini incidibsən, məni bağışla deməyibsən bundan, ya bəddua söyləyibsən, ya qınıyıbsan, ya lağ edibsən, ya zina baxışla kiməsə pis baxıbsan, ya pis deyibsən, nə bilim, təyin edən Allahdır. Haqq, hesab, cəza və mükafat labüddür. Yaxşılıqla pislik eyni ölçülə bilməz. Kim yaxşı bir iş görərsə, gözəl bir söz deyərsə, onun xeyri özün olar. Kim də pis bir iş görərsə, pis baxarsa, pis deyərsə, haqqa girərsə, onun da zərəri özün olar, bundan da doğula bilər. Amma mən falçı deyiləm, dəqiq deyim ki, nədən? Onu öz qəlbinə sual et, öz dünyanda, ya Rəbbim, mən harada səhv etmişəm ki, bunu yaşayıram. Bağışlanma dilə, onu sənə yox eləsin. Bizdə Tərənə xanımın 2 dənə böyük miyoma kistasını yox etdi. 3 ay dizin getdi, Allah'a yalvardı. Burada bizim YouTube'da paylaşım da var. Geçen il oldu bu söhbət. 3 ay dizin getdi, Allah'a yalvardı. Harada səhv etmişəm, məni bağışla. Zəkat çıxdı, qəlblər sevindirdi. Barışdı taleyin hökmündən. Həmin o miyomalar yoxa çıxdı. Instagramda yaz onun. Mən atım sənə bax, dinlə.